Ermənistan Araz çayını çirkləndirir və yeri gəlmişkən Azərbaycan istiqamətində Kür çayı məsələsi müvafiq şəkildə müzakirə olunmalıdır. Beləliklə, bütün bunların praktiki təsiri ola bilər. Bu kiçik addımlarla biz etimadsızlığı azaltmağa çalışa bilərik. Etimadı qurmaq üçün illər tələb olunur. Lakin ən azından etimadsızlığı azaltmaq olar. Biz buna hazırıq. Ermənistan 30 illik işğal siyasətini ekoloji terror fonunda davam etdirir. Bunun əyani sübutu Araz çayıdır. Kiçik Qafqazın cənub-şərq yamacından axan çayların əksəriyyətinin bu çaya töküldüyünü nəzərə alsaq, deməli terrorun miqyası bütün region ölkələrini həyəcan təbili çalmağa vadar edir. Rəsmi Bakının çağırışları qarşı tərəfə, habelə beynəlxalq təşkilat və təsisatlara mütəmadi müraciətlərinə baxmayaraq, Ermənistanı bu addımından çəkindirmək mümkün olmayıb. Təhlillər göstərir ki, Ermənistan dağ mədən sənayesinin tullantılarını xüsusi borular vasitəsilə Araza axıdır. Ermənistandan axan çirklənmiş çaylar, İrəvanın çirkabını özündə daşıyan Zəngi çayı Arazın ekoloji durumuna ciddi zərbə vurur. Araşdırmalar göstərir ki, suyun çirklənməsinin başlıca səbəbi Ermənistanın mis mədənləri və Metsamor Atom Elektrik Stansiyası tərəfindən Araz çayına tullantıların yönəldilməsidir. Azərbaycan qeyri-hökumət təşkilatları illərlə bunun barədə çox böyük mübarizə apardılar və lazımi müraciətlərin həm beynəlxalq təşkilatlara, həm Ermənistana elədilər. Hətta Araz Dayan ərazisində tikilməsi planlaşdırılan zavodun tikintisinin dayandırılması üçün əlindən gələni edərək Ermənistan baş naziri Nikol Paşinyana müraciət belə imzaladı. Araz çayı transsərhəd çayı olduğundan, Araz çayının suyundan həm də İran dövləti istifadə edir. Bizdə olan məlumata görə Təbriz şəhərinin belə bu çayın suyu ilə su ehtiyaclarını ödəməyə çalışan İran dövləti nədənsə yenə susqunluğuna davam edir. Mən hesab edirəm ki, bu özlüyündə bir təhlükədir. İran hökumətinin Təbriz əhalisinin içməli su ehtiyatını bu çayın vasitəsilə həyata keçirmək istəməsi davamlı olaraq çirkab suları və dağ mədən sənayesinin tullantıları ilə çirkləndirilmiş Arazın təmizlənməsi prosesini gündəmə gətirir. Transsərhəd çayın çirkləndirilməsi həm də regionun içməli su ehtiyatlarının azalması ilə nəticələnə bilər. 2023-cü ilin noyabrında İranla Ermənistan arasında qarşıdakı bir il ərzində Arazın çirklənməsini aradan qaldırmaq barədə razılıq əldə edilsə də konkret nəticə yoxdur. Bənzər ekoloji durum vaxtilə Sərsəng su anbarında da qeydə alınıb. Anbarın Azərbaycanın nəzarətinə keçməsindən sonra vəziyyətin normallaşdırılması istiqamətində səylər gücləndirilib. Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid, ətraf mühitə qarşı genosid törədib. Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və uğurlanıb. Torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərlənib. Ermənistan keçmiş işğal olunmuş ərazilərdə bizim su ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə edib. 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası Azərbaycanın cəbhə boyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilib adlı qətnamə qəbul edərək Ermənistan hökumətindən su ehtiyatlarından siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyulmasını tələb etmişdi. Ermənistan həmin qətnaməyə qətiyyən məhəl qoymadı və Sərsəng su anbarını humanitar və ekoloji terrorizm aləti kimi istifadə etməyə davam etdi. Environmental Protection First ekoloji qeyri-hökumət təşkilatları koalisiyasının üzvləri Ermənistanda dağ mədən sənayesi nəticəsində Azərbaycan çaylarına vurulan zərərlə bağlı interaktiv xəritə təqdim edib. Ancaq rəsmi İrəvandan məsələ ilə bağlı pozitiv mövqe nümayiş etdirilməyib. Zeynəb Mirzəyeva, Real.